Hər vaxtınız xeyir olsun dostlar. Biz Postmanın ikinci challenge-ına keçəcəyik. Day 2. Əlbəttə ki, mən günlərə riayət edə bilmirəm. Artıq ayın 14-üdür. Amma yenə də ikinci günün üzərində işləyəcəyik və bunun üçün nə edirik? Collection üzərinə keçsək, Next Challenge Fork Collection yazılıb və buradan avtomatik Postmanın özünün verdiyi collectionlar siyahısına keçəcəyik və ikinci burada Fork Collection görürük. Oxşardır birinci ilə bunu fork edirik. Fork edəndə yenə istədiyimiz adı verə bilərik. Mən burada gün 2 verirəm. Environment götürmürəm və Udemy 30 günlük challenge kolleksiyasına bunu fork edirəm. Fork yəni kopya edirəm. Və avtomatik öz workspace-imdə həmin kolleksiyanı görürəm. Kolleksiyanın eyni qaydada sənədləşməsi var və burada yazılıb ki, biz nələr etməliyik. Birinci parent collection-dan bunu fork eləyirik öz public workspace-imizə. Bunu etdik. Ondan sonra sənədləşməni oxumalıyıq və bizim nəticəni submit eləməliyik. Yəni elədiklərimizi submit eləməliyik. Burada da mən gəlin digər tabları bağlayayım. Close other tabs. Burada da view complete documentation edirəm, collection documentation edirəm ki, yəni hamısını bir yerdə görürüm və baxıram görüm nələr var. Fork etməyini elədik. İndi deyir ki, post echo elə və post echo'da requestimiz bu formada olacaq. Gəlin baxaq. Bəli, burada var. Sadəcə request göndərməliyik. Yəni yox. Sorğunu göndərdik. Follow the instructions in the request documentation. Request budur, sorğumuz budur və bunun sənədləşməsində it's time to work on your first challenge. The different parts of the API post HTTP sorğudur. Bu URL-dir və JSON request body'miz var. Sorğunu göndərəndə biz nəticədə cavab almalıyıq. Cavabın status kodu var. Cavab vaxtı var, cavab ölçüsü var və cavab bədəni var. Biz bunu burada görə bilərik. Cavabın bədəni buradır, bu hissədir və header hissəsində bunlardır. Başlıqlarda vaxt burada göstərir 183 millisaniyə və 200 status kod. Gedək overview-a. Under the pretty view of the response body, inspect the JSON data object returned from the server, this sample endpoint from Postman API, Echo API, back that data provided by the client. In the JSON data response, find the header called user agent and copy the value that appears after the colon symbol. We will need this data for the next step. It should look something like this. Once you find this data, move on the next folder in this collection to submit your solution. Və bunun daxilində olmalıdır. Gəlin bunu yekəldək burada. Daxilində, bəli, user agent var. Elə buradan da kopya edirik. Seçdim, kopya etdim və deyir sonra keç növbəti qovluğa və sorğunun instruksiyasına riayət elə. Enter your data under the params tab, find the key user agent, your data here. Biz əslində user agent'ın hamısını kopyalamalı deyildik. Böyük ehtimal ki, təkcə, yəni bu sorğuda təkcə bu user agent'in dəyər hissəsini kopyalamalıydıq. Və parametrlərə gələndə növbəti sorğuda burada biz value hissəsinə bunu yerləşdirməliyik. Və biz buna ona görə edirik ki, bizim user agent'ın dəyəri artıq Postman Runtime 7.45.0 olsun. Gördüyünüz kimi həmin dəyər burada da avtomatik dəyişdi. Ondan sonra görək nə deyir. Onu etdikdən sonra da artıq send edirik. Vizualizada baxa bilərik. Fail olmalı deyil. İndi görək necə olacaq. Bunu save edirəm. Send edirəm.
okey oldu. Test result da 3-dən 3-ü pass oldu. Gedirik visualization'a və bizi Postman tərifləyir. İkinci gün üçün, bu ikinci gün deyil əslində, gün 1 idi. Bunu dəyişmək lazımdır. Buraya gün 1 yazaq ki, gün 0, gün 1 olsun və keçək növbəti challenge-a.